Her neyse. Değerli vətənlərim, Məmmədov Müşfiq adında birisi var. Kapak resminde görürsünüz, o eşeğin taraf ağzını koymuşam ha, bak o. Türkiye'de ömrü boyu götürüblədi. Ondan qabaq hərbi məktəbdə ancaq rüşvət pul yığmaqdan başqa bir yemədi. Məmmədov Müşfiq Nəcməddini arkasına alarak ancaq korrupsiyadan başqa heç nə etmədi. Hələ o adam kapitan, komandir rota məktəbdə olanda biz ondan rotanı təhvil aldıq. Mən ora gəldim. Və Müşfiqin Bakıda bir neçə evi var idi. Değerli vətən, belə bir Bakıdan əmələ gələn oğlu göndərdilər Türkiyəyə. Ateşi generala qədər qaldırdılar və Azərbaycana gətirib general verdilər. Və bugün ölkənin Müdafiə Nazirinin mavini elədilər, şəxsi heyət baş idarəsinin rəhbəri təyin elədilər. Birbaşa general leytinat, general mayor vəzifəsi. O Müşfiqin arvadına qabil sevənlər çağırsın. Belə bir başı, belə bir korrupsiyoneri, hansı ki Türkiyədə səfir olanda Nəcməddinin, Zakir Həsənovun, Müdafiə Naziri və onun bacanağının, o tip idarənin reisi Elxanın Türkiyədə olan otellərinə, bizneslərinə nəzarət edirdi, rəhbərlik edirdi. İndi gətirdilər, belə bir korrupsiyoneri qoydular, ordunun şəxsiyyətin baş idarə rəhbəri qoydular. Müşfiqi qoydular ki, güya Türk buraxılışıdır. Türk buraxılışıdır, bu rüşvət almayacaq. Güya namuslu, şərəfli zabit idi. Güya rüşvətin sonu gələcəkdir. Yalansa İlham Əliyevin və Zakir Həsənovun bığına qabil sevənlər döysünlər. Töksünlər ora. Türkiyədə, değerli vətənlərim, birbaşa Rusiyaya, Türkiye mitindən, Türkiye ordusundan su eləyirdi Məmmədov Müşfiq. Şəxsən tanıyıram onu mən. Axırıncı və Sumqayıtda Natarus'la görüşdüm mən ondan. Deyim də neçənci illər olduğunu dəqiq deyəmərəm. Haradasa təxminən 2008-2009-cu illərdə. Dedim ki, hara gedirsən? Uşaqlar da yanındaydı. Dedi, mən ateşi gedirəm Türkiyəyə. Dedim, kim göndərir? Dedi ki, bilmirsən mi, mən Nəcməddin adamıyam. Dedim ki, mən orduya qayıda bilərəmmi? Dedi, bu dəqiqə dedi, pulunu ver. Dedi, orada maddi vaxt dedi. Dedi ki, mən bilmirəm, bir ay ərzində mən çıxıram dedi. Sadəcə pasportlar alırdı, sənədləşdirirdi də uşaqların ailəsini. Dedi, falan vaxtda dedi, 27'si çıxacam dedi. O vaxta kimi dedi, pulunu gətir, cəmaat 30 minə girəsi yerə, 30 minlik vəzifəyə səni 10 minə təyin elətdirim. Mənə dedi. Dedim, pulunla alınan rütbəyə də soğuyum, pulunla alınan vəzifəyə də soğuyum. Mən indiyə kimi heç vaxtı pulla nə vəzifəyə getmişəm, nə rütbəyə. Tək bir dəfə nazirin qəbulunda oldum və Şəmil var idi, Toz rayonunun keçmiş Şəmil müəllim. Bu arada Şəmil müəllim mənim o 5 minimi qaytar da, verdiyimi çıxardanmadım. Şəmil müəllim Tozun keçmiş təhsil şöbə müdürü. Sənsə yoldaşımla mən 5 min verdik müəllim keçməyə. Halbuki nazirin qəbulunda olduq, Misir Mərdanovun və onun kadr rəisi var idi. Neydi onun adı? Yadımdan çıxdı. O Təhsil Nazirinin kadrlar rəisinin adını yazın görüm. Yadıma düşdün. Yazın görüm kadrlar rəisinin adını. Hər halda burada mənim yoldaşım izləyirsə o yazacaq. Değerli vətənlərim, değerli soydaşlarım, Şəmil müəllim 5 min aldı, o pulu da çıxardanmadıq. Şəmil müəllim, bir zəhmət mənim o 5 minimi qaytar. Bilirəm parniklərin, fabriklərin, milyonçu yox, evcə milyardersən sən. Şəmil müəllim, gələndə sənin ağzına verir. Gələndə səni daldan qayır. Gələndə eşkəyə səni cinsel sürükləməyim. Xahiş edirəm ki, məndən aldığın 5 min manatı mənə qaytar.
Yaxşı mı? Və hincir-mincir zamanı gəlir hələ. Hələ inqilab zamanı şərait yaradacağam. Hansı rayona, hansı xalqa, hansı bölgəyə kim divan tutubsa o məmuru ailəlikcə yakmağa şərait yaradacağım. Nə danışırsınız? Mənə Qabil Türk oğlu deyərlər. Nə danışırsınız siz? Hazır olun, hazır. Gəlir, Əzrailiniz gəlir sizin. Əzrailiniz gəlir. Bir daha əmin oldunuz ki, bütün dünya Qabil dedi. Bir daha İlham Əliyev əmin oldu ki, Anglo-Saksonlar, İngilislər məni vermədi. Amerika, Avropa məni vermədi, satmadı. Hətta sülh müqaviləsini imzalamaq qarşılığında 10 milyard dollar Amerikaya yatırım qarşılığında məni satmadı. Məni satmadılar. Ona görə deyirəm buradan, İlham Əliyev artıq xalq da əmin oldu ki, dünya da əmin oldu ki, İlham Əliyevin alternatifi bizik. Ya Qabil olacaq prezident, ya Qabil dəstəkli adam olacaq. Başqa kimsə olanmaz. Qabilin də hələ özündən başqa dəstəklədiyi 2 adam var. Çox deyil, adamlar çoxdur. Amma Qabilin özündən başqa dəstəklədiyi 2 adam var. Onun biri Qubad İbadoğludur. Biri Qubad İbadoğludur. Biri isə Əli Kərimlidir. Ola bilər, başqa alternativ də göstərə bilərlər. Amma hələ ki Qabildir, Qabil. Bilirsiniz 40-cı ilə qədər savaşlar gedəcək. Çinlə, nə bilim, ora, bura, İran, Rus. Ona görə ordunun başına, devlətin başına hərbiçilər gəlməlidir. Deməli, keçdik. Dəyərli əməkdaşlarım, dəyərli soydaşlarım, artıq Elxan İbrahimovu volt elədi. Zakir Həsənov, Müdafiə Naziri, deməli, öz bacanağı, yəni 2 bacını alıblar da, birini o alıb, birini bu. Zakirin 8 arvadı var, indi birinlə bacanaqdır Elxan. Elxan, keçmiş tip idarə rəisi, zamministr. Və dəyərli əməkdaşlarım, onu, baxın ha, müşfiqi gətirən kimi, yox, müşfiqi gətirməmişdən, Zakir Həsənov öz bacanağını volit elədi, çıxartdı. Pensiyaya yüksək səviyyəli. Göndərdi Türkiyədə, bütün malının, mülkünün üstünə göndərdi. Otellər, restoranlar, pansionatlar, şirkətlər üstünə göndərdi kimi? Elxan İbrahimovu. Şəxsən tanıyıram ya onu. Neçə dəfə yanında olmuşam mən. Ona nə qədər pul vermişəm, nə qədər rüşvət vermişəm ona bilirsiniz. Elxan İbrahimova. Amma haqq üçünə Elxan İbrahimov o qədər doğru adam deyildi. Elxan İbrahimov bu birisilərə baxanda, görürsünüz nə qədər zəhləm geçsə də Zakir Həsənovdan deyirəm. Bu birisilərə baxanda Elxan İbrahimov şərəfli adam idi, bunlara baxanda. Çünki pul alırdı, işini görürdü. Yəni, ona görə də onu uzun müddət saxlayırdılar ki, üstünü özü örtə bilirdi. Hər neysə, başqa birini gətirdilər, onu göndərdilər və onu göndərən kimi neynədilər? Müşfiqi oradan götürdülər. Müşfiq nəzarət edirdi axı hərbi ateşi. Naxçıvandan Bakıya perevodun qiymətlərini deyirəm. Naxçıvandan Bakıya perovod